Mən Masallı rayon Borca qəsəbə sakini Abdullayev Azad Zadiloğlu. Mənim müraciətim Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Ədliyyə Naziri Cənab Farid Əhmədovadır. Cənab Prezident, əvvəlki çıxışlarımdan və sizə yazdığım şikayət məktublarından, ərizələrimdən və elektron poçt vasitəsilə ünvanladığım müraciətlərdən məlumdur ki, Ekologiya Nazirliyi məmurları əmlakımı mənimsəyib və mənə dəymiş ziyana görə məhkəmə hökm və qətnamaları var. 5 ilə yaxındır ki, Cənab Prezident, 5 ilə yaxındır ki, məhkəmə qətnamaları Lənkəran İcra Prokurorluğu şöbəsindədir. Heç bir müvafiq addım atılmır. Aparılan icra tədbirləri reallığı əks etdirmir. Bütün tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənafeyini qoruyur. Dəfələrlə mənim qəbullarda olmağıma və yazdığım şikayətlərimə baxmayaraq, onlar məhkəmələrə təqdimat veriblər ki, borclu təşkilatın əmlakına həbs qoyulsun. Lakin məhkəmələrdə iştirak eləmədiklərinə görə məhkəmə qətnamaları bunların təqdimatı təmin edilməyib. Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Kiçik Qızılıq Balıq Artırma Təsərrüfatının hesabına inkasso sərəncamı qoyulsa belə, necədir ki, bilmirəm, deyirlər ki, onların hesabında pul yoxdur. Bir dövlət qurumunun, bir dövlət müəssisəsinin necə olur ki, əmlakın hesabında pul olmur? Necə ola bilər ki, bir belə zavodun 30-dan yuxarı işçisi var, ildə 2 dəfə 10 milyonlarla balıq istehsal eləyir, satır müəssisələrə, dənizə buraxılır, nəsə. Bunların hesabında necə pul ola bilmir? Necə bunların hesabında inkasso sərəncamı qoyublar ki, bunlar maaşları necə verirlər? Bunlar kommunallıq xərcləri necə verirlər? İşıq pulun, qaz pulun, su pulun, bunlar hansı yolla ödəyirlər? Necə ola bilər ki, bunların hesabında pul yoxdur, inkasso sərəncamı nəticə vermir? Bütün yalan məlumatlar yayılır. Lənkəran İcra və Prokurorluğu şöbəsi tərəfindən Ədliyyə Nazirliyinə, Ombudsmanlığa, Milli Məclisə. Mən dəfələrlə müraciətimə baxmayaraq, mənə şablon olaraq cavab gəlir ki, onların hesabına inkasso sərəncamı qoyulub, pul yoxdur və əmlaklarına həbs qoyulur, məhkəmə təqdimatı təmin eləmir. Bir dövlət müəssisəsi vətəndaşa borcludur. Bu adi adam deyil, dövlət qurumudur. Dövlət qurumu vətəndaşa borcudur və vətəndaşın xeyrinə Cənab Prezident məhkəmə hökm və qətnamaları var və məhkəmə hökm qətnamalar Azərbaycan Respublikasının adından çağırılır. Cənab Prezident başda olmaqla hər bir qurumun, hər bir vətəndaşın, hər bir kəsin, hər bir müəssisənin vəzifəsindən və səlahiyyətindən tutduğu mövqedən asılı olmayaraq hər kəsin məhkəmə qətnamaları eynidir və icra olunması məcburdur. Necə ola bilər ki, dövlət qurumu məhkəmə qətnamalarını icra eləməsin? Bundan da bir yerdə bildirirəm ki, hətta bundan bütün dövlət qurumlarının xəbəri var. Bütün nazirlərin xəbəri var. Ədliyyə Nazirinin, keçmiş Ədliyyə Naziri Fikrət Məmmədovun 4 dəfə 5 dəfə qəbulunda olmuşam, şəxsən xəbəri olub. İndiki Ədliyyə Nazirinin 2 dəfə qəbulunda olmuşam, 2 dəfə də mənim qəbulu yazılmalı buraxmırlar, şəxsən xəbəri var deyib, şəxsən öz öhdəmə götürürəm, arxayın ol, bu məsələ həll olacaq. Baş prokurorun şəxsən bundan xəbəri var, 5 dəfə söz verib ki, və mən şəxsi nəzarətimə götürürəm. Ombudsmanın şəxsən xəbəri var, mən özüm şəxsən ondan qəbulunda olmuşam. Saydılarımın hamısının bir dənəmdən qəbulunda olmuşam. 8-9 dəfə keçmiş Ekologiya Naziri Muxtar Babayevin qəbulunda olmuşam. Deyib, mənə şəxsən özü deyib ki, dövlət vətəndaşa pul vermir. Bu da Azərbaycan dövlət qurum rəhbərlərinin dediyi vətəndaşa sözlər. Cənab Prezident, 2 dəfə sizin köməkçiniz Fuad Ələsgərovun qəbulunda olmuşam. 2 dəfə sizin köməkçiniz Şahmar Mövsovun qəbulunda olmuşam. 4-5 dəfə bunlar hər birinin köməkçilərinin qəbulunda olmuşam. 4 dəfə Mehriban xanımın katibliyinin qəbulunda olmuşam. Mənə olunan hədə-qorxulara görə Ekologiya Nazirliyi məmurları tərəfindən 2 dəfə Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Lakin Vilayət Eyvazovdan da mənə gələn cavab məktubu Ədliyyə Nazirinə göndərir. Mən Ədliyyə Nazirinin özüm qəbulunda oluram da. Bunların mənə elədiyi hədə-qorxulara görə mən cənab Vilayət Eyvazovun qəbulunda olmuşam. Yoxsa Ədliyyə Nazirinin iş mən bilirəm məhkəmə qətnamaları Ədliyyə Nazirinin. Mən ona görə cənab Vilayət Eyvazovun qəbulunda olmamışam.
Mənə olunan hədə-qorxulara görə Ekologiya Nazirliyi məmurlarının tərəfindən, Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatı rəhbərliyi tərəfindən mənə olunan hədə-qorxulara görə mən cənab Vilayət Heyfizovun qəbulunda olmuşdum. O da götürüb göndərir Ədliyyə Nazirliyinə. Ədliyyə Nazirliyinin mən zaten qəbulunda olduram. Onsa baxan yoxdur orada. İcra Prokuror şöbəsi onsa bunu baxan yoxdur. Dəfələrlə icra başlayıcı rəislərinin mən qəbulunda olmuşam. Həm İlqar Cəfərovun, həm indiki Vidadi Məmmədovun 10 dəfələrlə mən qəbullarında olmuşam. Nə xeyri? Baxan yoxdur məhkəmə qətnamalarına. Biz əvvəldən görmüşük ki, dövlət qurumları, çünki dövlət və dövlətin təməli vətəndaşlardır. Bunlar vətəndaşlar üçün işləyirlər. Vətəndaşlar üçün qanundakı əsasən vətəndaşlar çoxluq Azərbaycanda təşkil edir. Əgər Azərbaycanın 10 milyon əhalisi varsa, bunun deyək 50 mini məmurdur. Qalanları vətəndaşdırlar. Bu 50 min insan da vətəndaşlar üçün işləməlidirlər. Qanunlar nə qədər Azərbaycanın əmlakını talihləri özləri bilərlər. Açıqcası qanunları tapdalamasınlar. Nə qədər Azərbaycanın büdcəsini talihlər, nə qədər məmurlar cəmaatı soyurlar, bunun heç kimi bundan xəbəri yoxdur. Hamısının bundan xəbəri var. Lakin baxan yoxdur. Biz görmüşük ki, dövlət qurumları vətəndaş üçün işləməlidir. Yaxşı, dövlətin adından çıxardılan məhkəmə qətnamaları var. Bunu kim icra eləyəcək? Bunu mən yazmışam evdə. Özüm yazmışam bayam əlimlə bunu. Bunu Azərbaycan Respublikasının məhkəmə strukturu çağırdı mənə dəymiş ziyana görə. Lakin nə icra olunur, nə baxan var. Kimin qəbuluna gedirəm, cənab prezident? Bir dənə sizin qəbulunuzdan başqa bütün dövlət qurumları rəhbərlərinin qəbulunda olmuşam. Ən azı hər birini 3 dəfə, 4 dəfə, eləsi var 5 dəfə, eləsi var 8 dəfə. Yoxdur baxan cənab prezident. Biz dərdimizi kimə deyək? Biz bir vətəndaşıyıq. Mənim 3 dənə gəldirəm, az yaşlı uşağım var. Mənim bu dəqiqə vəziyyətim pisdir. Heç gözümün protezimi mən dəyişə bilmirəm. 5 ildir mən gözümün protezini dəyişə bilmirəm. Belə dövlət olar, belə qanunsuzluq olar, belə idarəçilik olar. Biz dərdimizi kimə deyək cənab prezident? Kimə? Bir dənə bizə yer görsədin, biz gedək həmin yerə dərdimizi deyək ki, Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları var. Xahiş edilir, bunu icra eləyin. Bunu gəlib İran biçin eləyən deyil, İsrail eləyən deyil, Rusiya eləyən deyil, Türkiyə eləyən deyil. Azərbaycan Respublikasının qətnamalarını Azərbaycan dövləti yerinə getirməlidir. Azərbaycan dövlət qurumu yerinə getirməlidir. Ədliyyə Nazirliyi bundan cavabı etdi. Ədliyyə Nazirliyinin bu işidir bu. Yox, mən vətəndaş olaraq tutmuşam, bir dənə pafqa əlimə, düşmüşəm, o qapı mənim, bu qapı sənin. Ədliyyə Nazirliyi, İcra Başlayıcı, Prezident Administrasiyası, Ombudsmanlıq, Milli Məclis, Baş Prokurorluq, Məhkəmə Hüquq Şurası, gəzə gedirəm. 5 ildir. 5 belə sistem olar, cənab prezident. Nə vaxta qədər dövlət qurumunun məhkəmə qətnamaları icra olunmayacaq? Dəfələrlə Lənkəran İcra Prokuror şöbəsi Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatının əmlakını həbs qoysa da xeyir olmamış. Sonradan apellyasiya şikayətinin indi axırıncı dəfə kommersiya məhkəməsinə verilir ki, onların əmlakını həbs qoymaq üçün. Nə qərarlarından Lənkəran Şirvan kommersiya məhkəməsi bunların təqdimatını təmin eləmədi. Niyə bilmirəm? Axı bu Şirvan məhkəməsinin qətnamasıdır. Mənə dəymiş ziyana görə Şirvan kommersiya məhkəməsinin qətnamasıdır. Yenidən mənim səylərimə əsasən, yenidən təzədən Şirvan kommersiya məhkəməsindən məhkəmə qətnamalarının icrası üçün müraciət olunub qəbul eləmədi. Ləğv elədi təqdimatı. Lənkəran İcra Prokuror şöbəsi də öz təqdimatından apellyasiya şikayəti vermədi. Fuad Alaşarovun qəbulunda olanda icra başlayıcısının Lənkəranın kuratoru Nicat müəllim mənə deyib, biz məhkəmə bizim nəzarətimizdədir, biz məhkəmədə iştirak edəcək, Lənkəran İcra Prokuror iştirak edəcək. Han iştirak elədilər? Eləmədilər iştirak. Heç öz təqdimatlarından apellyasiya şikayəti də vermədilər. Ki, əvvəllər nə olub ki? Əvvəllər mənə bir dəfə olan əmlakda həbsdə qoyuldu. Qızılağac qoruğunda olan torpaqlarına, bir də ki, bir neçə dənə zavodun balansında olan ambarlardır, məndə evlərdir, nələr olar, həbs qoyuldu. Mənə təqdim edim, mən götürdüm də. Mənə 400 manat banka saldılar, gözdərdilər ki, şeydən qiymətləndirmədən adam gəlsin. Gəldi qiymətləndirməni də mənə ödətdirdilər bunlar. Hər şeydə hazır, mənə təqdim elədilər. Mən götürdüm də sonra nə oyun çağatdılar Lənkəran İcra Prokuror şöbəsində. Göndərdilər, hər də deyirlər ki, bu əmlakları sənə verənməli.
1000 dənə oyun çağırdılar. 1000 dənə öz işlərində oyun çağırdılar. Ombudsmanlıq bunlardan arayış istəyir. Hamısı inanırlar bunların şablon cavablarına. Lənkənicə biz dərdimizi deyək, kimə deyək cənab prezident? Kim məhkəmə qətnamanı icra edəcək? Bizə bir dənə deyin. Hansı dövlətə müraciət eləyək cənab prezident? Hansı dövlətə? Hansı ölkənin prezidentinə biz müraciət eləyək ki, səsimiz sizə çatsın? Hansı dövlətdən gedək çıxış eləyək ki, gəlib səsimiz sizə çatsın cənab prezident? Kimə deyək ki, Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları icra olunsun? Xarici vətəndaşa kimə deyirsən, deyir ki, ola bilmədi. Bir dövlətin adından məhkəmə qətnaması çağırdılar. Bir dövlət qurumu vətəndaşa borcu olar. Necə verilə bilməz? Bu vətəndaş deyir ki, deyək ki, bu qaçıb, yoxdur, ölüb, heç nəyi yoxdur bunun. Bu dövlət qurumudur, bu müəssisədir. Bunun hesabı da var, bunun işçisi də var, bu zavoddur, fəaliyyət göstərir. Hətta özləri dəfələrlə məhkəmə edirlər ki, bizim rəhbərlik etdiyimiz müəssisə cənab prezidentə aiddir və cənab prezident tərəfindən maliyyələşir. Bunu Abbasov Dadaş Nasifoğlu dəfələrlə məhkəmələrdə deyib. Hətta bugünkü gündə Abbasov Dadaş Nasifoğlu mənim özümü məhkəməyə verib, 2 dəfə də məhkəmə olub. Güya ki, mən onun şərəf və ləyaqətini tapdalayıram. TikTok şəbəkələrində onun adını çəkirəm, yazdığım şikayətlərdə onun adını çəkirəm. 8000 manat məndən təzminat istəyir. Niyə? Niyə siz vətəndaşın əmlakını mənimsəmisiniz ki, indi sizin adını çəkin? Mən üçün maraqlıdır Abbasov Dadaşın adını çəkmək. Mən üçün maraqlıdır sosial şəbəkələrdən durub müraciət eləmək. Mən üçün bəyəm xoşdur bu. Mən üçün xoş deyil bu cənab prezident. Mən üçün xoş deyil. Bunların şərəf və ləyaqəti o vaxt tapdalanıb ki, vətəndaşın əmlakını mənimsəyiblər. Bunların şərəf və ləyaqəti o vaxt tapdalanıb ki, dövlətin adından çıxardılan məhkəmə qətnamalarını saymırlar. Onda bunların şərəf və ləyaqəti tapdalanır. Mənim TikTokda onların adını çəkməklə yox. Gözləyirəm ki, Abbasov Dadaş Nasifoğlu mənim əmlakımı mənimsəyib, buna pis təsir edir, mənim şərəf və ləyaqətim tapdalanır. Niyə siz bu səviyyəyə gətirib vətəndaşı çatdırmısınız ki, vətəndaş TikTok şəbəkələrindən, YouTube'dan və qeyri yollardan cənab prezidentə müraciət edir ki, əmlakım mənimsənib. İmdad üstünlük xeyri yox. Dəfələrlə yazıblar, aktlar yazıblar. Bax bu daha. Hələ 2022-ci ildə Abbasov Dadaş Nasifoğlu Lənkənicə Propozisiya şəbəkəsində izahat yazıb 2021-ci ildə, 2022-ci ildə Abdullah Dəyim işləyən ödəniləcək. Dəfələrlə aktlar bağlanılıb Lənkənicə Propozisiya şöbəsində. Dəfələrlə aktlar bağlanılıb ki, 2 aya veriləcək, 1 aya veriləcək. Bu da onların bağladığı aktda. Hansı bunların işləri yerinə yetirir ki, Davud Ağayev daha mənə əmlakları da təhvil verib. Mən qəbul da eləmişəm. Bax, bu da onun imzası. Bu da onun imzası. Bu da verdiyi əmlaklar. İcra elədi Abbasovçılar. Davud Ağayev icra eləmədilər. Bax, bu daha. Dəfələrlə mənim yazdığım, indi mən kimdən imdad istəyim? Mən məcburam ki, 2 gündən sonra, yəni son qararımdır, başlayıram. Lənkəran İcra Propozisiya şöbəsinin qabağından başlayacağım azlıq aksiyasına. Sonuna qədər də gedəcəm. Hətta intihara kimi mən orada başvuracağım. Sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ədliyyə Nazirliyinin qarşısında bitirəcəm. Cənab prezident, xahiş edirəm, mənə dəymiş iskan ödənilsin və yaxud da ki, mən 2-ci gündən, ayın 8-dən aksiyaya başlayacağım, təknəfərli aksiyaya və bunu sosial şəbəkə vasitəsilə də hər kəsə bildirirəm.